Salam dostlar, hər vaxtınız xeyir olsun. Mən Kamil müəllim, yenə öz YouTube kanalımda sizin üçün ədəbiyyat fənnindən maraqlı bir test çalışmasını izah eləməyə çalışacağam. İzaha keçməmişdən öncə sizdən xahiş edirəm ki, mənim YouTube kanalıma abunə olasınız, videolarıma şərhlər yazıb bəyənəsiniz və kanalımı daim izləyin. Kanalımda maraqlı paylaşımlar etməklə sizə dəstək olmağa çalışacağam. Demək, sualımız Seyid Əzim Şirvaninin Qafqaz müsəlmanlarına xitab əsəri ilə bağlıdır. 8-ci sinif ədəbiyyat dərsliyində bu əsər öz əksini tapmışdır və unutmayaq ki, Qafqaz müsəlmanlarına xitab Seyid Əzim Şirvaninin maarifçi, aydındırmı? Maarifçi, deməli, şeir, maarifçi şeiridir, maarifçi bir əsərdir. Bu əsərlə o, xalqının belə deyək də, fikri oyanışına çalışır və xalqının problemlərini qaldırır, gerilik girdabında olan bir xalqın problemlərini qaldırır, eyni zamanda bu problemlərdən xilas yolunu, qurtuluş yolunu da göstərir. Gəlin indi biz Qafqaz müsəlmanlarına xitab əsəri haqqında verilmiş yanlış fikri, səhv fikri tapmağa çalışaq. A bəndində nə yazır? Deyir, Qafqazın hörmət sahibi olan insanlara müraciətlə yazılmışdır. Əsərdə beytlər şəklindədir. Orada şair deyir ki, Əssəlamun eydir rəisanul ezaz, yəni hörmətli başçılara, bəli, hörmətli insanlara müraciət eləməklə başlayır. Ona görə A bəndi doğrudur. Bu əsəri oxuyan zaman lüğətdən də istifadə eləmək lazımdır ki, əsər Azərbaycan dilində yazılsa da, leksikonunda, lüğətində ərəb-fars mənşəli sözlər var. Lüğət vasitəsilə oxuduqda əsəri daha aydın şəkildə başa düşmək olur. Şair geriliyin və digər mövcud problemlərin səbəbini elmsizlikdə görür. Bəli, o deyir ki, məsəl üçün, bir bəladır, bu dərd-i nadanı kim elm olub onun dərmanı. Yəni, nadanlığı, geriliyi o bir bəla hesab eləyir və bunun qurtuluşunu, xilasını elmdə görür. Yəni, elmsizlik insanları çox geri saldığını əsərdə vurğulamışdır. Ona görə B variantı da düzgündür. Müəllif xurafat və avamlığın əsiri olan xalqının halı ilə barışmır. Hətta orada deyir ki, bizdə çoxlu, nə bilim, Seyid var, Axund var, Mərsiyəxan var. Bunların hamısının da bir fikri var ki, xalqı soyub quru yerdə qoysunlar. Aydındırmı? Xalqı soysunlar və quru yerdə qoysunlar. Ona görə, bax, bu gerilik problemlərinin səbəbi də təbii ki, elmsizlikdədir. Müəllif xurafat və avamlığın əsiri olan xalqının bu mənada halı ilə barışmır. Bu fikirdə düzdür. Sonra, xalqın mövcud problemləri əksini tapdığı kimi bu problemlərdən çıxış yolda göstərilmişdir. Az öncə dediyim kimi, bir bəladır, bu dərd-i nadanlıq kim elm olubdur, deyir, onun dərmanı, deyir. Ümumiyyətlə, elmsiz insanları misli heyvan adlandırır şair əsərdə. Burada çox problemlər qaldırır. Və Y bəndində, yəni bu mənada D də düzgündür. Y bəndə isə qeyd edilir ki, elmsiz insanların mətbuata biganəliyi tənqid edilir. Əsərdə, yəni, mətbuata biganəlik məsələsi qaldırılmamışdır. Yəni, elmsizliyin bir, deyək ki, səbəbi də mətbuata biganəlikdir və bunu şair tənqid edir deyə belə bir fikir yoxdur. Ona görə cavablarım, yəni bizim testimizin cavabı Y variantı götürülməlidir. İzlədiyinizə görə hər birinizə təşəkkür edirəm.